Ürək 24 saat dayanmadan işləyən bir orqandır. Orta hesabla bir sutkada ürək 100.000 dəfə vurur. Hər vurduğunda da 70 milli ortalama qanı bədənimizə çatdırır. Orta hesabla 70 tona yaxın bir yük qovur bədənimizə. Çox böyük bir əzələ gücü lazımdır ki, bu dediyimiz nasos funksiyasını həyata keçirsin. Bunun üçün ürək əzələsi əzələnin qalınlığı var. Ortalama 1 santimetr civarında əzələnin qalınlığı var. Bəzən səbəbi məlum olmayan hallardan, genetik faktorlardan bu ürək əzələsi qalınlaşır. Təsadüfən aşkar olunur ki, bu ürək əzələsi qalındır. Təxminən normadan 2 dəfə artıq olur. Buna deyirik, bu patologiya hipertrofik kardiomiopatiya. Çox vaxt cəmiyyətdə ajiyataj oyadan bir hallar var ki, qəfləti ölümlər və yaxud da ki, tanınmış bir şəxsin qəfləti ölümü əgər 40 yaşın altındadırsa, onun səbəblərindən də biri odur ki, bu hipertrofik kardiomiopatiya səbəbindən dünyasını dəyişir. Yəni, heç vaxt müayinə olunmamış bir insan ölümdən sonra təşhir olunanda məlum olur ki, ürək əzələsi qalın imiş, hipertrofik kardiomiopatiya səbəbindən. Ona görə də bir kardioloq tövsiyə edirik ki, hər bir insan ən azı bircə dəfədə həyatında ekokardioqrafiya müayinəsi olmalıdır ki, bunu aşkarlamaq mümkün olsun.